Təbii ehtiyacını ödəmək üçün girdiyi evdən qızıl oğurladı. Hadisə Səbail rayonu Bayır qəsəbəsində baş verib. Küçədə sərxoş halda gəzən 22 yaşlı Qurban Babayevi qəfil qarın ağrısı tutub və o təbii ehtiyacını ödəmək üçün açarı üzərində olan qıfıllı evə girib. Həmin evdə isə adı məlum olmayan qadın tək yaşayırmış. O rahatça evə daxil olub təbii ehtiyacını bitirəndən sonra 400 manat dəyərində olan qızıl boyunbağını da götürərək aradan çıxıb. Onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü yaşayış yerinə binaya və s. qanunsuz daxil olmaqla oğurluq etmək maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən Qurban Babayev ifadəsində bildirib ki, həmin gecə restoranda dostları ilə birgə spirtli içki qəbul edib və törətdiyi əməldən peşmandır. Babayev zərərçəkmişə vurduğu ziyanı tam ödədiyini deyib. Həmçinin Qurban məhkəmədən tələbə olmasını da nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş edib. Zərərçəkən şəxs isə deyib ki, səhər saat 5 radələrində evə kiminsə daxil olduğunu hiss etsə də qorxusundan səsini çıxarmayıb. Həmin şəxs evdə nə isə axtarırdı. Bir müddət sonra telefonuna zəng gəldi və çıxıb getdi. Sonra baxanda gördüm ki, 400 manat dəyərində qızıl qolbağım və boyunbağım yoxdur. Atamın sözü ilə polisə şikayət etdim. Sonradan dəyən ziyan tam ödənildi. Zərərçəkən qadın şikayətçi olmadığını və onun barəsində yüngül cəza verilməsini istəyib. Səbail rayon məhkəməsinin qərarı ilə Qurban Babayev barəsində 1 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.